İzahlı test 30-cu hissə 5-ci sinif ingilis dili 6-cı sual choose the correct variant düzgün variantı seçin. Sual zaman formalarına aiddir. I swimming in the river. A bəndində likes fe'lin sonuna s artırılıb. Fe'lin sonuna s və yaxud s yalnız 3-cü şəxsin təkində he ilə, she ilə və it ilə olur. A isə birinci şəxsin təkidir. I like olmalıdır. B bəndində I like'dir. I like swimming in the river. Mən çayda üzməyi xoşlayıram. B bəndi doğru cavabdır. C bəndində to like var. Biz fe'li cümləyə daxil edəndə indiki sadə zamanda tonu atırıq. C bəndi səhvdir. D bəndi likingdir. İndiki davamlı zamanda əgər olsa cümlə I am liking olmalı idi. Həm də like state verbsdir. Vəziyyət bildirən fe'ldir. O indiki davamlı zamanda işlənmir. B bəndi doğru cavabdır. 7-ci sual choose a sentence with a modal verb. Modal fe'l olan cümləni seçin. A bəndində what is your favorite season? Burada modal fe'l yoxdur. B bəndində what program is on TV now? Burada da modal fe'l yoxdur. D bəndində do you enjoy sunny weather? Burada da modal fe'l yoxdur. C bəndində can you wake me up in the morning? Sən məni səhər yuxudan oyada bilərsənmi? Can modal fe'li bacarmaq, bilmək mənasını verir. C bəndi doğru cavabdır. 8-ci sual choose a correct question. Düzgün sual cümlələrini tapın. Does Helen know English or French? Helen 3-cü şəxsin təkindədir və does-la işlənib. Birinci sual cümləsi doğrudur. Does Helen know English or French? İkinci cümlə how old your sister are? Bu a keçməlidir əvvələ. How old are your sister? How old are your sisters olmalıdır. Sual formasında köməkçi fe'llər cümlənin mübtədanın əvvəlinə keçir. 2 səhvdir. Do Martin want to be a trainer? Martin 3-cü şəxsin təkindədir. Does olmalı idi. 3 səhvdir. 4-cü sual does it often rain in the jungle? Does it often rain in the jungle? It var 3-cü şəxsin təki. Does işlənib. 4-cü cümlə doğrudur. 1 ilə 4 doğrudur. 2 ilə 3 səhvdir. 9-10'un cavablarını videonun aşağısında şərhlərdə yazarsınız. Videonu bəyənib kanala abunə olmağı unutmayın.